Əli Oğuz vaxtında bax Qabili, Orxanı, onlarla bağlı bax nələr. Mən bir fakt var, onu paylaşacağım 8-10 dəqiqəlıq. Əli Oğuz Orxan Ağayevlə bağlı nədir? Faktlar qoyub ortaya. O videonu paylaşacağım, baxarsınız. Facebook'ta indi burada paylaşa bilmirəm, kanalı şikayət edə bilərlər. Ona görə digər kanallarda paylaşacağım. Digər YouTube kanalından sonra Facebook'da paylaşacağım, görərsiniz. Yəni Əli Oğuz o vaxtı Orxan Ağayevi ifşa edirdi. Bugün Orxan Ağayev düz yoldadır. O vaxtçı Orxan Ağayev deyil. Ay Əli Oğuz. O vaxtı Qabil Məmmədovu sən Əli Oğuz ifşa edirdin. İndi həmən Qabil deyil. O vaxtçı dələduz, maşennik, 200'lü, alçaq, oğraş Qabil deyil bu günləri. Hə? Mirzəli o vaxtı ifşa edirdin. Dəyişdi Mirzəli. Siz bu məsələlərə aydınlıq gətirmək lazımdır. Boş hörüldəməklə bu işlər olmur. Boş hörüldəmək lazım deyil. Adamın bir kişiliyi olar, adamın bir əqidəsi olar, adamın bir qururu olar, onuru olar. Bu nədir belə? Bunlar nətər kişidirlər? Bunlar nətər ləyaqətlidirlər? Bunlar hansı ləyaqətdə? Ləyaqətli adam 200'də olar. Hə? Bu görsən mənim kimi çıxıram, vaxtında sizə bağlı nə demişəm ki, düz demişəm. Bu gün də deyirəm. Bu gün də deyirəm. Bəli, bu gün də deyirəm. Bəziləri mənə deyir, birlik. Olsun da birlik, nə gözəl. Gəlin bu məsələlərə aydınlıq gətirək. O vaxtı bunu niyə demişdin, qardaş? Niyə demişdin? Niyə mənim əleyhimə bunu eləyirdin? Sən kimə xidmət eləyirdin? O vaxtdan bu vaxtı fərqi nədir ki, dəyişmisən ki? Orxan dəyişdi, Qabil dəyişdi, Mirzəli dəyişdi, hə? Turan Sadıqlı dəyişdi. Dəyişən bir şey yoxdur, həmən adamlardır da. Həmən oyunlar, həmən lağ obyekti, həmən xalqı ələ salmaq, heyvan yerinə qoymaq. Bax, Orxan Ağayevin özü bu günləri paylaşım edir. Milləti konkret heyvan yerinə qoydular. Dəyişməyiblər, həmən adamlar da Əli-Oğuz. Nə baş verdi ki, sən bunların yanına getdin? Hə, dostlar? Nə baş verdi ki, Əli-Oğuz bunların yanına getdi, bunlarla bir yerdədir? Düzəldilər? Düzəlməyiblər, həmən adamlardır. Eyni proses, eyni iş, eyni dırnaq arası mübarizə, güya xalqı xilas eləmək, hay-huy, heç şey də yoxdur. Fırfırıldaq davam edir. Dəyişən bir şey yoxdur. Əli-Oğuz'u ora aparan nə məcbur elədi? Yəni, Əli-Oğuz'un ora getməsinə nə məcbur elədi? Doğrudan da əqidədir bunu. Əli-Oğuz'la onları birləşdirəm. Doğrudan da əqidədir, dostlar. Yoxsa mani-manidir. Sizcə Əli-Oğuz mani-mani olmasa ora necə gedə bilər? Nətər ola bilər ki bu? Yəni, Əli-Oğuz o qədər tipoydu ki, o qədər qanmaz, başıboş, axmaq adamdır ki, bilə-bilə ki, orada oyun var, yalan var, fırıldaq var, 200'lük var, bu milləti ələ salmaq var, bu milləti heyvan yerinə qoymaq var, mən ora gedim. Doğrudan da bir ola bilərmi? Yəni, Əli-Oğuz bu qədər ağılsızdırmı? Bu qədər şuursuzdur? Yəni, bu qədər ifşa eləyən argumentlərlə, faktlarla, məsələn, Əliyev rejimini, vaxtında qabilciliyi, digərlərini, doğru mu dostlar? Yəni, bu qədər faktlarla, sübutlarla ifşa elədiyi adamların bu günlərin yanında durub, yəni bir yerdədirlər. Onları birləşdirən nədir? Yəni, o vaxtçı Qabillə bu vaxtçı Qabil eynidir, dəyişən bir şey yoxdur. O vaxtçı qənimətlə bugünkü qənimət eynidir. Nə baş verir ki, bu günlərin qənimət müdafiə olunur? Hə? Və yaxud da Mirzəli. Yəni, dəyişən bir şey yoxdur. O vaxtçı Mirzəli, bu vaxtçı Mirzəlidir. Eyni şeydir, dəyişən bir şey yoxdur. Amma Əli-Oğuz'u nə məcbur edib onlarla bir yerdə durmağa? Əqidə. Doğrudan da bunları əqidə birləşdirir. Hə? Yəni, ortada müqəddəs bir mübarizə var, əqidəli bir mübarizə var, xalqın uğrunda adamlar can qoyub, kəfən geyiniblər, bir 7 dəfə də belə kəfənə bürünüblər belə, 7 dəfə. Nə baş verir ki, Əli-Oğuz bunların yanına getdi, bunlardan bir yerdədir. Məsələ budur, əziz qardaşlarım, əziz dostlarım. Yəni, baş verən bu şeylər hamısı görüntüdür. Əslində niyyətləri başqadır. Əslində bunların mübarizəsi əqidə mübarizəsi deyil. Xalq, millət mübarizəsi deyil. Ad odur, görüntü odur. Başa düşürsünüz, əziz qardaşlar, əziz dostlar. Mən bunları belə çıxıb danışıram, ifşa edirəm, həqiqətləri deyirəm, qardaş. Başlayırlar məni hədəfə qoymağa. Sən nə bilim, İrana işləyirsən, Turana işləyirsən, nə bilim, hakimiyyətə işləyirsən. Sənə deyirəm ki, filan bax hərəkəti niyə eləyirsən? Sən ona cavab vercinən. Sən buna cavab ver. Başa düşdün məni? Biz axmaq deyilik ki. Mən xalqın adından danışıram. Deyirəm ki, biz bir millət olaraq heyvan deyilik.
Ağılsız deyil, axmaq deyil. Bizi niyə elə salırsınız ki? Xalqın adından sual verirəm sənə. Niyə bizi ələ salırsınız? Məqsədiniz nədir? Nəyə nail olmaq istəyirsiniz?